Əkizdilər, amma doğma bacı deyillər. İngiltərədə yaşayan əkiz bacılar Michelle və Lavinia Osborne həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. Gözaltı BBC-yə istinadən xəbər verir ki, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə heteropaternal superfekundasiya adlanır və dünyada yalnız 20 hal qeydə alınıb. 49 yaşlı bacılar illərdir bir-birlərinin əkiz olduğunu düşünüblər. Lakin 2022-ci ildə aparılan DNT testi fərqli nəticə göstərib. Michelle və Lavinia bioloji olaraq ögey olublar. Michelle bioloji atasını tapsa da, Lavinia'nın atası fərqli bir insan çıxıb. Bacılar uşaqlıqda fərqli qayğı müəssisələrində böyüsələr də, bir-birlərinə böyük dəstək olublar. Lavinia bacısı haqqında "o mənim sahib olduğum tək şey idi" deyərkən, Michelle "dünyaya qarşı sadəcə ikimiz idik" sözləri ilə bağlarını ifadə edib. DNT nəticələrinə baxmayaraq, bacıların münasibətləri dəyişməyib. "O mənim əkiz bacımdır, bunu heç nə dəyişə bilməz", Michelle vurğulayıb. Lavinia isə "biz bir möcüzəyik" sözləri ilə duyğularını ifadə edib. Söz altında yox, göz altıda qalan.